tutaq ki, mən Neftçilərdən minirəm qatara, getmək istəyirəm inşaatçılar stansiyasına. Gəlib 28 mayda düşəcəm. Oradan həmin o ekspres avtobuslar ki, açılıbdır artıq və o avtobuslarla mən gələcəm Nizami metrosuna, oradan metroya minəcəm, gedəcəm inşaatçılara. Mən burada 1 manat 20 qəpik əlavə pul xərcləmiş olacam. Belə deyək, açığın desək, metropoliten əgər hər hansı bir təmir işləri və bu kimi işlər görürsə, vətəndaşın 1 manat 20 qəpik itirməyi doğru deyil. Və bunun itirilməməsi üçün hansısa işlər görülürmü, görüləcəkmi və yaxud bu elə və ən vacibi, bu qayda metropoliten tərəfindən mi qoyuldu ki, bu avtobuslar ödənişli olsun, yoxsa AYNA, Yerüstü Nəqliyyat Agentliyi? O qeyd etdiyiniz 1 manat 20 qəpiyi itirməməsi üçün sərnişinin, deyək ki, şərti olaraq Əhmədli və yaxud da Koroğlu stansiyası istiqamətində olan ərazidən inşaatçılar qeyd etdiyiniz 20 yanvar Elmlər Akademiyası Nizami istiqamətində metrodan istifadə etmədən, yəni həmin vəsaiti ora xərcləməklə hərəkət etməsini təmin etmək üçün hazırlanıb. Amma bundan sonraki dövrdə təbii ki, monitorinqlərimiz davamlı aparılacaq. Bir məsələ var da, biz sərnişinə deyə bilərikmi ki, misal üçün Neftçilərdən gedirsənsə inşaatçılara, metroya minmə, əlavə pul xərcləmə, avtobusla get birbaşa. Yox, deyə bilmərik. Vətəndaşın fərdi seçimidir, şəxsi seçimidir. O gələ bilər metro ilə. Burada məsələ nədir? Dövlət tərəfindən bu tənzimlənməlidir əslində. Yəni, ödənişlər metropoliten tərəfindən AYNA-ya mı, digər həmin o daşıyıcının, ekspres avtobusların şirkətinə mi ödənməlidir metropoliten tərəfindən ki, bu vətəndaşların həmin o problemi həll olunsun, aradan qaldırılsın. Yəni, mən konkret sualım budur. Həmin vətəndaşlar ki, 1 manat 20 qəpik əlavə xərcə düşəcəklər. O xərc metropoliten tərəfindən qarşılana bilərmi? Belə bir ehtimal varmı? Çünki vətəndaşlar faktiki olaraq etiraz edirlər, yoxsa yox? Həmin vəsaitin qarşılanması üçün bugünkü real şəraitdə məhz təqdim olunan ekspreslər və eyni zamanda gücləndirmə tədbirləridir ki, sərnişin mümkün qədər metrodan yan keçməklə həmin ərazilərə hərəkət edə bilsin. Bugün başqa variantların olması, belə deyək, hal-hazırda yoxdur, amma bunun üzərində təbii ki, davamlı olaraq baxılacaq, işlərinizə qeyd etdiyim kimi monitorinqləri aparılacaq. Yəni, bizim qarşıda duran vəzifəmiz mümkün qədər sərnişinə az narahatlıq yetirməkdir. Çünki bir müəyyən vaxt itkisi olacaq, metronun intensivliyi ilə, hərəkət sürəti ilə yerin üstündəki nəqliyyatın heç birisi, belə deyək, müqayisə oluna bilməz. İntervallarla həmçinin məhz bunu anlayaraq mümkün qədər, bir daha qeyd edim ki, yəni narahatlıqlar müəyyən vaxt itkisi ilə bağlı olacaq, maliyyə vəsaitinin itkisi ilə bağlı olmasın deyə təklif oluna biləcək variant bugün üçün budur.